Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə iyunun 15-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti xəbər yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvanda, Mingəçevir, Daşkəsən, Naftalan, Goranboy, Qobustan, Hacıqabul, Kəlbəcərdə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti isə 20,8-8,4 metr/saniyədə güclənəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir artacaq. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti. Dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq.